Krediti necə bağlayaq ki, kreditsiz yaşayaq? Ümumiyyətlə, krediti bağlama düşüncəsi, internetdə özünüz axtarsanız, baxsanız, bütün videolar hamısı bir-birindən götürüb eyni sözləri deyir. Ki, çalışın, çalışın bütün kreditinizi birləşdirin və daha uzun müddətdə eləyin ki, aylıq ödəniş az olsun. Yavaş-yavaş ödəyin, bitirin. Bir dənə də variant var ki, çalışın ən ilk öncə daha yüksək faiz olanı ödəyəsiniz. Bunlar hamısı bəlkə də işlək olar, amma belə baxmıram çünki çox adam bunu eləyə bilmir. Kreditə bunu heç yerdə qarşılaşmamışam, amma şəxsi fikrimdir. Kredit ümumiyyətlə zərərli vərdişdir. Necə ki, siqaret çəkirsiniz, necə ki, bəzi adamlardan indi hamını demiyorum, necə ki, başqa daha zərərli vərdişlərə aldı olursunuz, ondan əl çəkmək istəmirsiniz. Ona sırf zərərli vərdiş kimi baxıram və onu bağlamaqla bərabər onu tərgizmək lazımdır. Əl çəkmək lazımdır. Çünki o istənilən halda siz müəyyən məbləğdə kredit götürürsünüz, o sizin bütün maliyyə problemlərinizi həll edir. Əksinə üstünə daha çox problem gətirir. Çünki ən azı illik 20-30% da sizin cibinizdən çıxan puldur. Ona görə həmin məsləhətləri riayət edib, onu bağlayıb və tərgizin. Ümumiyyətlə, yoxdur belə bir şey. Kredit deyilən bir məhsul yoxdur, düşünün. Ondan da qurtulun.